Şok. Dəhşət bir, maraqlı bir, mənzərəli bir yuxu görmüşəm. Mənalı bir yuxu görmüşəm. Şok. Proqnozlu yuxu görmüşəm, proqnozlu. Dostlar, yuxuda görürəm, stadiondayam. Mən tanış bilişlərlə getmişəm stadiona. Deyirlər, haydi irəli Musa, haydi irəli Musa. Mən də deyirəm, ay Musa kimdir? Ay Musa qurbanlı. Başlayıram mən də yalandan qışqırmağa. Musa. Sonra məlum olur ki, Musa hücumdadır. Qarabağdan Kopenhagenin oyununda Musa qurbanlı hücumdadır. Gol vurur, fantastik bir gol vurur. Belə təbrik edək, bərbaşdan Musa Qurbanlını fantastik gol vurduğuna görə yuxumda həqiqətən də Kopenhagenlə oyunda Musa Qurbanlı gol vuracaqdır. Sizlər nə deyirsiniz? Musa Qurbanlı gol vuracaq, mən yuxumda görmüşəm. Yəni bu fantastik bir gol olmalıdır və özdə bahalı bir qiymətə satılacaqdır. Musa Qurbanlı transfer olunacaqdır, belə deyəcək. Eşq olsun, Qarabağ Kopenhagen oyununda Musa Qurbanlı fantastik bir gol vuracaqdır. Özdə elə bir sonuncu golu vuracaqdır. Sonuncu golu vuracaq, yəni Qarabağın qələbəsi olacaqdır. Bax belə. Bax. Mən bu yuxularımın bəziləri yox, ümumiyyətlə gerçək olur. Yəni bu da bir gerçək bir yuxudur. Siz nə deyirsiniz? Baxanlar, baxacaqsınızsa da, baxmırsınız, baxmayın belə. Siz nə deyirsiniz? Bu futbol həvəskarları, Qurbanovun oğlu Musa Qurbanlı gol vuracaqsınız. Yazın görək. Fantastik bir gol görmüşəm yuxumda. Qışqırır, fantastik Musa. Mən də başlayıram bunlara qoşuyorum, qışqırıram. Özüm belə futbola da keş olmaq istəmişəm, ancaq qismət olmuşdur. Əsas odur ki, fikirlərinizi yazarsınız. Teşekkür edirəm, hər birinizə minnətdaram. Allah sizləri var eləsin, Allah sizləri mərhudar eləsin. Qarabağla da Kopenhagenin oyununda mən 100% Qarabağın qələbəsi demişəm. Bax, bunda Qarabağın qələbəsi olacaq. Özdə Musa Qurbanlı da fantastik bir gol vuracaqdır. Yəni burada bir proqnoz. Bilmirəm, belə mərd olur mu oyuncu, hansı oyuncunun bir gol vurmağını yazmaq olur. Neyse, salamatçılıq olsun. Oktyabın birine ne qalıbdı? Çavayıb bir gün Oktyabırın dedi. Və salam, qələbənizi yazın. Qarabağın qələbəsinə. 3 top. Nəğdi Qarabağ 3 top vuracaq. Onun da birini nəğdi Musa Qurbanlı vuracaq. Birini de vuracaq. Toral Bayramov. Birini de legionerlərdən biri vuracaq. Və salam. Teşekkür edirəm.